Salam əziz izləyicilərimiz. Bu gün sizinlə dahi romantik bəstəkar Friedrich Chopin'in Don Juan mövzusuna, Mozart'ın operası Don Juan'ın mövzusuna yazmış olduğu variasiyası haqqında danışmaq istəyirəm. Əslində normalda bu əsər haqqında öz hazırlıq müəllimələrimə danışdığım üçün onların xahişi və özümün də marağımı cəlb etdiyi üçün istədim ki, YouTube'a çoxdan da video yerləşdirmirdim. Müəyyən maraqlı, bəlkə də kitablarda çox da məlumat olmayan bir əsər haqqında danışım. Çünki kitablarda çox məlumat olan əsərlər barəsində onsuz da biz çox şey eşidirik, görürük, araşdırırıq və tapırıq. Bir də var, misal üçün məlumat olmayan əsərlər, misal üçün Chopin'in bu variasiyası haqqında. Ümumiyyətlə, opera haqqında danışmaq istəməzdim burada, lakin bir qısa məlumat vermək istəyirəm ki, Don Juan Mozart'ın islahat operasıdır. Bir opera islahatçısı olaraq bu operada seriya operası ilə komik opera bufanı birləşdirmişdir. Və burada ən maraqlı nömrələrdən biri də məhz Don Juan'la Serlina'nın duetini Chopin öz əsərində, variasiyasında əsas mövzu olaraq, yəni bizim variasiyanın forma düsturu yadımızdadırsa A, yəni tema olaraq seçir. Bilmək istəyərdik ki, əslində bu variasiya Opus 2-də yer alır. Normalda bunu Chopin fortepiano və orkestr üçün yazmış ilk əsəri olaraq 17 yaşında yazmışdır və si bemol major tonallığına əsaslanan bu əsərə diqqət eləsəz görəcəksiniz ki, birazdan da izahım verəcəm. Əsərin temasına, yəni mövzusuna keçməmişdən öncə bu əsərdə introduksiya var. Yəni normalda mövzu variasiyada necə olur düstur olaraq? A tema, yəni mövzu, A1, A2, A3 və s. A1, A2, A3 və s. də biz bəzən harmoniya, bəzən faktura, bəzən ritm, bəzən tonallıq və s. baxımından dəyişikliklər məruz qaldığını görürük. Variasiya sözünün özünün mənası axı dəyişmiş deməkdir, variasyon sözündəndir. Mövzu və onun dəyişdirilmiş təkrarları deməkdir. Və burada da biz əslində Chopin'in 17 yaşında yazmış olduğu fortepiano və orkestr üçün ilk əsərini dinləmiş oluruq. Gəlin bir qədər introduksiya ilə tanış olaq. Burada dayandıraraq onu qeyd etmək istəyərdim ki, introduksiya giriş deməkdir. O, Mozart'ın Don Juan operasından, Serlina'nın Don Juan duetindən mövzu əsasında bu introduksiyadan sonra gələn mövzunu və ondan sonra gələndə variasiyalarda yazmış olub. Lakin bir şey də qeyd etmək lazımdır ki, əslində onun müəllimi Elsner ona böyük bir tapşırıq vermişdi ki, Chopin yeni bir əsər üzərində işləsin və onu yazsın. Orkestrla fortepiano üçün olan variasiya yazmalı idi və 1827-ci ildə, yəni bəstəkarın 17 yaşında məhz bu tapşırıq yerinə yetirilir və Mozart'ın belə deyək, islahat operası olan Don Juan operasından Serlina'nın Don Juan'ın belə deyək, duetini seçir və bu duet əsasında da bütün əsəri yazmış olur. Bilirsiniz, əlbəttə ki, yalnız bu mövzuya əsaslanmayıb o variasiyalarda. Misal üçün, başqa variasiyasında siz Paganini mövzusuna əsaslandığını da görə bilərsiniz. Chopin'in digər variasiyası Paganini mövzusuna variasiyadır. Onun Venesiya karnavalı əsərinin o Mamma Cara İtalyan xalq mahnısı əsasında olan variasiyası da var və s. Həm də onu da qeyd etmək istəyərdim ki, Don Juan operasına əslində baxsanız, daha öncə variasiyada istifadə olunduğunu da görə bilərik. O, Beethoven'in 33 variasiyası do major tonallığında müəllimi Diabelli mövzusuna 33 variasiyası olan variasiyasında 22-ci variasiyasında da Don Juan'a sitat verilir. Yəni bu da maraqlı bir müqayisə ola bilər bizim üçün. Yəni bu əsəri ilk dəfə 17 yaşında 1827-ci ildə yazdı bəstəkar və onu da qeyd edək ki, bu bəstəkarımızın əsərini məhz Schumann ilk solisti də özü olduğunu nəzərə alaraq onun ifasında dinləmişdi və burada introduksiya, mövzu, 5 variasiya və final var. Və həqiqətən də pianoçular tərəfindən çox bəyənilən əsərlərdəndir. Schumann bu əsəri çox bəyənmişdi və o qədər bəyəndi ki, gələcəkdə bu haqda məqaləsini yazdı və onun ilk məqaləsi Chopin'ə buna görə də həsr olundu. Məşhur ifadəsi yol verin cənablar, dahi gəlir ifadəsi meydana çıxdı. Gördüyünüz kimi introduksiya largo tempindədir, yəni ağır bir xarakter daşıyır və ağır bir tempdə səsləndirilir. Si bemol major tonallığındadır və sanki burada biz
bir cütlüyün, sevgililərin duetini fərqli bir şəkildə bizə təqdim olduğunu görə bilərik. Və həqiqətən də burada artıq bir sevgi, məhəbbət mövzusunu hiss etməyə ilk notlardan etibarən başlaya bilərsiniz. Lakin bu məhəbbətdə əlbəttə ki, müəyyən bir narahatçılıq, bir qorxu, bir qaranlıq hökm sürür və siz onu hiss etmədən keçməyə bilməzsiniz. Yəni bir qədər dinləyək və davam edək. Sonra onun tarixi istiqamətində informasiyalar danışdıqdan sonra mən qeyd etmək istəyərdim ki, bundan sonra tema, yəni A gələcək. İndi baxın, A-ya diqqət eləsəniz, özünüz görəcəksiniz, Messa Rock başlayır və bundan da əlavə olaraq yenə də tonallıq öz hökmünü qoruyur. Əlbəttə ki, tempə diqqət etmək lazımdır. Allegretto tempi gəlir, yəni daha da sürətli bir templə qarşılaşırıq. Si bemol major tonalında 4/2 ölçü gəlir və çox maraqlı haldır ki, mövzu, yəni bizim A olaraq adlandırdığımız temada bəzən müəllimələr bunu beləcə səsləndirə bilərlər. Bəzən tema deyilir, bəzən mövzu, əslində eyni şeydən söhbət gedir. Güclü və daha yüksək bir emosional qüvvə ilə səslənir. Sanki yeni bir parça yəni ortaya çıxır və bu əlbəttə ki, Mozartın şən ruhudur, elə bir şən tərəfidir, obrazın şən tərəfidir. Dumanlı tərəfindən sonra şən obraz olaraq gəlir və fikir versəniz, diqqət eləsəniz, görəcəksiniz ki, və Messa Voca ilə Semplici ilə başlayır. Baxaq, xani xarici ilə. Burada görəcəksiniz ki, 5 variasiya var və bunlar içərisində hər biri si bemol major, 5 variasiyanın hər biri si bemol majora əsaslansa da, sonuncu eyni adlı minora si bemol minora gedir. Bir də ki, hər variasiyanı diqqət eləsəz görə bilərsiniz ki, sonda əslində orkestrin səslənməsi ilə sonlandırılır və onun tutsisini biz eşidirik. Hətta bir maraqlı halda var ki, bu barədə Chopin bu əsəri 2 dəfə premyerası olanda ifa edəndə o qədər bəyənir və o qədər alqış qopur ki, Chopin öz tutsisini, orkestrin, yəni ifa edərkən o orkestrin tutsisini eşidə bilmirdi. Və onu da qeyd etmək lazımdır ki, bu variasiyalar içərisində bir dənə də fərq var ki, 3-cü variasiya məhz solo fortepiano üçündür. Gəlin indi növbəti variasiyalara diqqət edək. Birinci variasiya si bemol major. Daha sonra ikinci variasiya. Yəni si bemol major. Və solo fortepiano üçün yazmış 3-cü variasiya. Daha sonra 4-cü variasiya, hərəsindən bir qısa parça
si bemol minorda görürsünüz. Sonda hamısını tutti verilir. Yəni tutti orkestrin partiyası səsləndirilir. Və sonda 5-ci variasiya si bemol minora keçir. Fikir verin, temp adajı olacaq. Variasiyada ümumiyyətlə voltalardan çox istifadə edib. Yenidən si bemol major anatonalıq geri qayıdır. Allopolar. Görürsünüz, mövzu yenidən qayıtdı. Əlbəttə ki, bizim məqsədimiz nəzərə təhlil olmadığı üçün əsəri tamamilə dinlətməyə ehtiyac görmürəm. Sadəcə son olaraq bunu da qeyd edə bilərəm ki, Chopin bu əsəri 1827-ci ildə bəstələsə də, bunun premyerası 2 il sonra 1829-cu ildə baş tutmuşdur. Və solisti, yəni iki ifaçısı da özü idi premyerada, o özü ifa edirdi. Və həqiqətən bu əsər ümumiyyətlə çox zamanında da premyerasında da çox bəyənilmişdir. Premyeradan sonra da, yəni bəstəkarların istərsə çox sevdiyi əsərlərdən və yaxud da ifaçıların və dinləyicilərdən çox sevdiyi əsərlərdən birini əslində çevrilmişdir və həqiqətən də Schumann üçün bu böyük bir təəssürat yaradan əsərə çevrilmişdi zamanında və biz romantik dövrün dahi bəstəkarının yaradıcılığında əslində Viyana klassik məktəbinin daha dahi bir bəstəkarı Mozarta olan ehtiram və hörməti bu əsər vasitəsilə görə bilirik. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Nəsə suallarınız olsa təbii ki, şərh bölməsində yaza bilərsiniz. Hər hansı bir əsərin bəlkə də təhlilini, izahını istəsəz və yaxud da maraqlı məlumatlar öyrənmək istəsəz, onları şərh bölməsinə qeyd edə bilərsiniz ki, mən də oradan baxım və onlar əsasən seçim sizlər üçün hər hansı bir şeylər yaratmağa çalışım. Özünüzə yaxşı baxın. Sağ olun.